Salam dostlar, hər vaxtınız xeyir. Bugün 12 aprel 2026-cı il 9-cu sinif buraxılış imtahanı suallarına baxırıq. Birinci sualdan başlayaq. Deməli, deyir ki, ifadəsinin qiymətini hesablayın. Əvvəlcə gəlin birinci mötərizənin tərkibini hesablayaq. 12 tam 4-də 3-ün yerinə yaza bilərik. 12 tam %75 vurulsun 2 çıxılsın 27 bərabərdir. 12 tam %75-i 2-yə vuranda eləyir 25,5. 25,5-dən də 27 çıxanı eləyəcək neçə? Deməli, mənfi 1,5 və yaxud mənfi 3 bölünsün 2. İndi baxaq ikinci hissəyə. Mənfi 3 bölünsün 2. Böləndə tərsinə vururduq. Vurulsun mənfi 4 bölünsün 3-ün kvadratı. Bərabərdir. Mənfi 3 bölünsün 2. Vurulsun. Bu eləyəcək 16 bölünsün 9. Bərabərdir. Bunlar ixtisar olunur. 3. 16-nı da 2-yə bölsək 8. Cavab eləyəcək mənfi 8 bölünsün 3 və yaxud mənfi 2 tam deməli 3-də 2. Cavab eləyəcək burada D variantı. İkinci sual. İkinci sualda deyir ki, tərkibində 2,5% mis olan 1 ton mis kalsidanından 21 kiloqram mis alınmışdır. Neçə faiz mis itkiyə gedir? Deməli, 1 ton neçə kiloqramdır? Aydındır ki, 1000 kiloqramdır. Biz 1000 kiloqram mis kalsidanının 2,5% qədər buradan mis almalıyıq. Yəni, bunun 2,5%-ni tapsaq, eləyəcək 25. Yəni, 1 tondan 25 kiloqram mis kalsidanı, daha doğrusu mis əldə edirik. Lakin bizə deyir ki, 21 kiloqram mis alınıbdır. Yəni, 25 çıxılsın 21, 4 kiloqram itkiyə getmişdir. Bizdən soruşur, neçə faiz mis itkiyə gedir? Fikir verin. Bizdən bunu soruşmur. Yəni, 4-ü soruşmur. Faizini soruşur. Faizini də tapmaq üçün 4-ü böləcəyik 25-ə, vuracaq 100-ə. Yəni, itkinin faizini tapmaq üçün. Bu deyəcək 16%. B variantı. Üçüncü sualda deyir ki, koordinat müstəvisində ABCD kvadratının deməli təpələri verilmişdir. B təpəsinin koordinatlarını tapın. Bu olsun A4,1 nöqtəsi. C2-1, D2,1-dir. D əgər 2,1-dirsə, o zaman A ilə D eyni bir düz xətt üzərində yerləşir. Bura olsun C nöqtəsi. Deməli, C2-1. Burada olsun, deməli, B nöqtəsi. Deməli, gördüyünüz kimi AD tərəfini biz tapa bilərik də. AD tərəfi neçə vahiddir? 2 vahiddir. Yəni, kvadratın tərəfi 2-dir. Və gördüyünüz kimi C ilə B eyni bir düz xətt üzərində yerləşdiyinə görə bunların deməli, ordinatları bərabər olmalıdır. Yəni, bunun da Y-i -1-dir. X-in tapmaq üçün isə biz necə eləyəcək? Deməli, kvadratın tərəfi 2-dirsə, deməli, bununla bunun arasındakı məsafə 2 olmalıdır. Məsafənin 2 olması üçün də aydındır ki, bura 4 olmalıdır ki, 4 çıxılsın 2, aradakı məsafə olsun 2. O zaman B təpəsinin koordinatları olacaq bizdə 4 -1. Yəni, D variantı. Dördüncü sualda deyir ki, çoxhərlisini vuruqlara ayırın. A-5-in kvadratı çıxılsın 16-ın yerinə yazırıq 4-ün kvadratı. Bərabərdir. Bu da müxtəsər Rumad üstünün əsasın A-5 çıxılsın 4, vurulsun A-5 üstə gəlsin 4-dür. Bu da eləyəcək A-9 vurulsun A çıxılsın 1. Yəni, düzgün cavab olacaq burada A bəndi. 5-ci sual. 5-ci sualda deyir ki, deməli, üçbucağın tərəflərinin uzunluqları 16, 18 və 20-dir. Təpələri verilən üçbucağın tərəflərinin orta nöqtələrində olan üçbucağın perimetrini tapın. Deməli, bizdən bunu soruşur, bu üçbucağın perimetrini soruşur. Biz bilirik ki, üçbucağın orta xətti paralel olduğu tərəfin yarısına bərabərdir. Bura 16-dırsa, bura 8-dir. Bura 20-dirsə, bura 10-dur. Bura 18-dirsə, bura 9-dur. Bunun perimetri soruşur. Perimetr bərabər olacaq. Deməli, 9 plus 8, 17. 10 da gəlsə, eləyəcək 27. Y variantı. 6-cı sual. Deməli, 6-cı sualda deyir ki, tam səthin sahəsi 24 olan kubun həcmini tapın. Kubun tam səthin sahəsi üstür 6A kvadratdır. Bərabərdir 24. A kvadrat bərabərdir 4. A bərabərdir 2. Kubun tili 2-dirsə, həcmi olacaq 2-nin kubu, yəni 8 kub santimetr.
C variantı. 7-də deyir ki, çevrəsinin uzunluğu 32 pi olan dairənin radiusunu tapın. Deməli, çevrənin uzunluq düsturu 2 pi r-dir. 2 pi r bərabərdir 32 pi. P'lər burada ixtisar olunur. 2 r bərabərdir 32, r bərabərdir 16. Radius 16-dır. Bizdən də bunu soruşur. Cavab verəcək A bəndi. 8-ci sualda deyir ki, ədədlərini müqayisə edin. -5-in mötərizə kvadratı 25-dir. Bu -1 vurulsun 5-in kvadratıdır. Yəni bu -25-dir. Bu isə olduğu kimi qalsın -5. Gördüyünüz kimi burada ən böyük ədəd A-dır. Daha sonra ortadakı ədəd olacaq C və ən kiçik ədəd olacaq B. Deməli, cavabımız oldu burada C bəndi. Baxaq 9-cu suala. Deməli, 9-cu sualda məsələ nədir? Kəsirin məxrəci sürətindən bir vahid böyükdür. Belə bir kəsir götürək. Məxrəc sürətdən bir vahid böyükdür. Sürət x olsa, məxrəc olacaq x + 1. Deyir ki, bununla onun tərsi olan kəsiri toplasaq, 2,5 alarıq. Deməli, x + 1 bölünsün x bərabərdir 2,5. Belə eləyə bilərik. Gəlin 2,5-in yerinə yazaq. Deməli, 0,8 üstə gəlsin 1,25. Düzdürmü? Bunların cəmi 2,5 eləyir də. Fikir verin. Biz qapalı sualdır deyə belə eləyə bilərik təbii ki. 0,8 nə deməkdir? 0,8 deməli bizdə 8 bölünsün 10'dur da. Yəni 4 bölünsün 5'dir. O zaman 4 bölünsün 5 bərabər olacaq buna. Yəni x bölünsün x + 1 bərabərdir 4 bölünsün 5'ə. Buradan alarıq ki 5x bərabərdir 4x üstə gəlsin 4, x bərabərdir 4. Fikir verin, x-in 4 qiymətini burada yerinə qoyaq. 1,25'i ödəyirsə, yəni 1,25'ə bərabər olursa, deməli düz tapmışıq da x-i. 4 üstə gəlsin 1 bölünsün 4 bərabərdir 5 bölünsün 4. 5 bölünsün 4 1,25 deməkdir də. Deməli, x də 4-ə bərabərdir. Düzdürmü? X deməli oldu bizdə 4. Bizdən soruşur bu kəsiri tapın. Yəni bunu soruşur bizdən. 4'ü yerinə qoysaq olacaq 4 bölünsün 5. 4 bölünsün 5 B variantı. 10-cu sualda deməli nə deyir? Bölünən 496 qismət 4 qalıq 96'dır. Böləni tapın. Biz bilirik ki bölünən, bölən, qismət, bu da qalıq olsun. Bizə deyir ki, bölünən 496'dır. Qismət 4'dür, qalıq 96'dır. Bizdən böləni soruşur. Biz bilməliyik ki, 496 qalıqlı bölmə düsturuna görə 4B üstə gəlsin 96'dır. Buradan alarıq ki, 4B bərabərdir 400, B bərabərdir 100. Yəni bölən bizdə 100 olacaq. C variantı. 11-ci sualda deyir ki, ifadəsinin qiymətini hesablayın. Kök altında 25 5'dir. Bu eləyir kök altında 4 üstə gəlsin 5. Bu da eləyir kök altında 9. O da 3'ə bərabərdir. A variantı. 12-də deyir ki, kəsirini ixtisar edin. Yuxarıdan 7-ni çıxardaq mötərizə xaricinə. D üstə gəlsin C. Məxrəcdənsə 21'i çıxardaq. D üstə gəlsin C. D plus C-lər ixtisar olunur. Qalır 7 bölünsün 21. 7'yə də ixtisar eləsək 3'də 1. A variantı. 13'də x -2'dir. İfadəsinin qiymətini hesablayın. A yerinə qoyuruq. Burada -2'ni yerinə qoysaq, bura eləyəcək 3 vurulsun. -2 bölünsün. Burada qarşıda bir dənə də mənfi var. 3 çıxılsın 2. Bərabərdir. 3 vurulsun. Bu eləyəcək 2 bölünsün 3 çıxılsın 2. Bərabərdir. 3'ü içəri vursaq, olacaq 2 çıxılsın 6. Bərabərdir -4. Cavab verəcək burada -4. Bu hər halda mənfidir. Bəli. Cavab verəcək burada B bəndi. Hər hansısa bir səhv etmədik, ümid edirəm. Bəli. Cavab verir burada -4. 14'də deyir ki, kvadrat tənliyin kökləri -5 və 3'dür. B bölü A nisbətini tapın. V teoreminə əsasən bilirik ki, x1 üstə gəlsin x2 bərabərdir -B bölünsün A-dır. x1 plus x2 bizdə olacaq -5 üstə gəlsin 3 bərabərdir -B bölünsün A.
2 bərabərdir mənfi b bölünsün a. Buradan da alarıq ki, b bölünsün a bərabərdir 2-dir. Bizdən bunu soruşur, cavab eləyəcək 2. Y variantı. 15-də deyir ki, 180 ədədin nisbətində 3 hissəyə ayrılmışdır. Bu ədədləri tapın. Yəni k üstəgəlsin 2k üstəgəlsin 3k bərabərdir 180-ə. 6k bərabərdir 180. K bərabərdir 30. K 30-dursa birinci ədəd 30-dur. İkinci 60, üçüncü 90. 30, 60 və 90. B bəndi. 16-da deyir ki, ABC və YDF üçbucaqları oxşardır. X-i tapın. Deməli, bu bucaqlar alfa, alfa. Bunlar gamma, gamma. Bunlar da teta, teta. O zaman bu birinci üçbucaqda alfanın qarşısında 4-ün, ikinci üçbucaqda alfanın qarşısında x plus 4-ə nisbəti bərabərdir. Birinci üçbucaqda qammanın qarşısında 2x çıxılsın 5-in, ikinci üçbucaqda qammanın qarşısında 6-ya nisbəti. Çarpı şəkildə vurağın 24 bərabərdir. X plus 4 vurulsun, 2x çıxılsın 5. Vuraq açaq. 2x kvadrat çıxılsın 5x üstə gəlsin 8x çıxılsın 20 bərabərdir 24. 2x kvadrat üstə gəlsin 3x çıxılsın 44 bərabərdir 0. Diskriminantı tapağın. Diskriminant bərabərdir 9 üstə gəl 4 vur 2 vur 44. Bu eləyəcək 352 plus 9 361. 361 də 19-un kvadratıdır. O zaman x1 bərabər olacaq. Mənfi 3 plus 19 bölünsün 4. Bu eləyəcək deməli 4. X2-dən onsuz da mənfidir. Mənfi bizim şərtimizə uyğun deyil. Bizdən x-i soruşur. Cavab eləyəcək 4. 17-ci sualda deyir ki, cəmi cüt ədəd olarsa, A plus B cəminin ən böyük qiymətini tapın. Biz bilirik ki, cütlə cütün cəmi cüt olar. Bir də ki, təklə təkin cəmi cüt olar da, doğru mu? İndi gəlin baxaq. Bizdən soruşur A plus B cəminin ən böyük qiymətini. Yəni, biz A ilə B-ni ən böyük seçməliyik. Fikir verin, bizim ən böyük, burada A ilə B aydındır ki, rəqəmlərdir. Ən böyük cüt rəqəmimiz hansıdır? 8. A-ya yazaq 8. Ondan aşağıdakı, yəni bir vahid deməyək də, ondan az olan cüt ədəd hansıdır? Bəs 6. Bunların cəmi eləyir 14. Lakin biz bunları tək seçsək, baxın, birinci halda cəm oldu 14, cütlə cüt olanda. Təklə tək olanda isə bu olacaq 9, bu olacaq 7. Bunların cəmi neçə edir? 16. Təbii ki, bizdə ən böyük soruşur, cəminin ən böyük qiyməti eləyəcək 16. Yəni, təklə təkin cəmi olan hala baxmalıyıq. A 9, B də 7. Bunların da cəmi eləyəcək deməli 16. 18-də deyir ki, təninin qrafik üzərində apsisi mənfi 4 olan nöqtənin ordinatını tapın. X-i yerinə qoyuruq da. Eləyəcək mənfi 8 üstə gəlsin, y bərabərdir 5. Buradan alarıq ki, y bərabərdir 13. Bizdən ordinatı, yəni y soruşur, cavab eləyir 13. 19-da deyir ki, bir təpəsi koordinat başlanğıcında olan və diaqonalları K4-0 nöqtəsində yerləşən ABCD nöqtəsində kəsişən ABCD kvadratının sahəsini tapın. Bu kvadratın diaqonallarının kəsişmə nöqtəsi olsun. Bura 4-dür, 4 0-dır. Yəni, buradan bura kimi 4-dür. Aydındır ki, buradan bura kimi də 4 olacaq. Və görürsünüz ki, kvadratın diaqonalı, yəni D bərabər oldu bizdə 8. Kvadratın belə bir sahə düsturu var. 2-də 1 D kvadrat. Yerinə qoysa olacaq 64 bölünsün 2 bərabərdir 32. 20-ci sualda deyir ki, bərabərsizliyin tam həllərinin cəmini tapın. Hər tərəfi 2-yə bölsək, mənfi 1,5 kiçik bərabərdir x, kiçik bərabərdir 5,5. Burada x hansı qiymətlər ola bilər? Deməli, mənfi 1, 0, 1, 2, 3, 4 və 5. Bunların cəmini soruşur. Mənfi 1, 0, 1 cəmləri 0-dır. Bu hissəyə baxağın. Eləyəcək 2 plus 3, 5, 4 gəlsə 9, 5 də gəlsə 14. Cəm eləyəcək 14. 21-də deyir ki, tənşilər sistemindən x minus y, modulda x minus y ifadəsinin qiymətini tapın. Deməli, bunu tərəf-tərəfə toplasaq, olacaq 2x kvadrat, çıxılsın 4x y, üstə gəlsin 2y kvadrat bərabərdir
18. 2-yə bölsək hər tərəfi x kvadrat çıxılsın 2xy üstə gəlsin y kvadrat bərabərdir 9. Bu bizdə x minus y-in mötərizə kvadratıdır. Bərabərdir 9. Buradan alarıq ki, modulda x minus y bərabərdir 3-dür. Cavab eləyəcək burada 3. 22-ci sualda nə deyir? Deməli, AC və BD düz xətləri Y nöqtəsində kəsişir. YF BYC-nin tənbölənlidir. Onda alfa yazağın. CYD 50 dərəcədir. Gördüyünüz kimi bu üçü birlikdə olacaq 180 dərəcə. O zaman 2 alfa üstə gəlsin 50 dərəcə. Bərabərdir 180 dərəcəyə. Buradan alfanın 65 dərəcə olduğunu taparıq. Alfa 65 dərəcədir. Bura 65, bura 65. Bizdən nəyi soruşur? A'yı F'i. Əgər bura 50-dirsə, bura da 50-dir. Qarşılıqlı bucaqlara əsasən. O zaman AYF bucağı olacaq 50 üstə gəlsin 65. Yəni 115 dərəcə. 23. ABCD düzbucaqlısında BM AC perpendikulyar, DN AC perpendikulyar, BM 5-dir. Deyir ki, deməli BM-in sahəsi 60-dır. Burada A səhv düşüb. BM-in sahəsidir bu. Deməli o zaman bunu belə birləşdirək. Bura bir A desək, bu düzbucaqlı üçbucağın sahəsi bilirik ki, 2-də 1, 5 vurulsun A-dır. Bu verilib bizə 60. Buradan alarıq ki, 5A bərabərdir 120, A bərabərdir 24. Yəni, bura bizdə oldu 24. Bu hissə. İndi fikir verin bu üçbucağa. ABC düzbucaqlı üçbucaqdır. Və aydındır ki, bu hissələr də baxın bir-birinə bərabər olacaqdır. O zaman h kvadrat bərabərdir MN düsturuna əsasən 5-in kvadratı bərabərdir. X vurulsun 24 üstə gəlsin x. X vurulsun 24 üstə gəlsin x. Buradan görünür ki, əslində x 1-dir, amma ətraflı deyə yazaq. Olacaq 24x plus x kvadrat bərabərdir 25. X kvadrat plus 24x minus 25 bərabərdir 0. Bu təyin köklərindən biri 1, digəri isə mənfi 25-dir. Mənfi 25 kənar kökdür. X oldu 1. AC-ni soruşur. AC bizdə 24 plus 2x-dir. Yəni olacaq 24 plus 2x, x 1-dir. Cavabımız olacaq burada bizim 26. Baxaq 24-cü suala. 24-də deyir ki, 24 şagirddən ibarət sinif fizika və kimya fənləri üzrə qiymətləndirildi. Fizika fənnindən qeyri-məqbul qiymət alanların sayı, demək, fizika fənnindən qeyri-məqbul alanların sayı 9-dur. Belə yazaq, qeyri-məqbul alanların sayı 8 nəfərdir. Hər iki fəndən məqbul qiymət alanların sayı 9 nəfərdir. Biz əgər deməli 24-dən 8 çıxsaq, biz 16 nəfər alarıq. Bu qeyri-məqbul 8 nəfər alıb da fizikadan. 24-dən 8 çıxsaq, biz alarıq ki, 16 nəfərin içərisində bu 16 nəfər ya fizikadan məqbul alıbdır, fizikadan məqbul, ya da ki, bu ümumiyyətlə məqbul alanların sayıdır. Amma bunun içərisində nə var? Fizikadan məqbul alanlar, bir də ki, həm fizikadan, həm də kimyadan məqbul alanlar. Düzdürmü? Yəni, yalnız fizikadan məqbul alanlar, bir də ki, həm fizika, həm də kimyadan məqbul alanlardan ibarətdir. Aha. Deyir ki, hər iki fəndən məqbul qiymət alanların sayı 9-dur. Baxın, bu 9-dur. Deyir ki, yalnız fizika fənnindən məqbul qiymət alanların sayı neçədir? Bizdən bunu soruşur da. 16-dan 9 çıxırıq, buna qalır 7. Cavab eləyəcək burada 7. 25-ci sual. Cədvəldə 26 tələbənin riyaziyyat imtahanından topladığı ballar haqqında məlumat verilmişdir. Ardıcıl seçilmiş 2 tələbənin birincisinin 70-84, ikincisinin 85-99 bal arası nəticə göstərmiş tələbə olması ehtimalını tapın. Əvvəlcə baxaq görək, burada neçə dənə tələbə var? 3, 7, 10, eləyəcək deməli 26 nəfər. Doğrumu? Birinci halda, deməli, bizim mümkün hallarımız sayı 26-dır. Deyir ki, birincisini 70-84. 70-84 bal aralığında neçə tələbə nəticə göstərir? Fikir verin, 70-84 olur, baxın bu hissə. Yəni 3 plus 7, 10 nəfər. Vurulsun.
Artıq bir tələbə biz seçmişik. Bizim artıq burada mümkün hallarımız sayı olacaq 25. Deyir ki, ikincisinin 85-99 bal arasında nəticə göstərməsi. 85-99 bizdə hara düşəcək? 85-99 olacaq. Baxın bura. Bir dəqiqə. 85-99 deyir. Baxın bu hissə olacaq bizdə. 87-93. Yəni buradakı da tələbələrin sayı olacaq 10 üstə gəlsin 3, 13 nəfər. Və salam bunu hesablayırıq. Deməli, bura 70 niyə yazmışıq ki? Bir dəqiqə. Birinci halda bizim iki tələbənin 70-84 arasında nəticə göstərməsi hansıdır bu? 3, 7 deyilmi? Eləyir 10. Bunlar ixtisar getsin. 2. 5 ixtisar eləsək. 5, 2. 2-lər də getdi. Qaldı 1 bölünsün 5. Və yaxud 0,2. Cavab eləyəcək burada 0,2. Oldu dostlar. Sağ olun.